Salam mənim əzizlərim. Belə bir açılım edirik. Boşanma həddinə gəlinib. Boşanma olacaqmı? 3 kart çəkəcəm. Görək kartlar bizə nə deyir? Burada artıq tərəflər həqiqəti görür, özlərini aldatmırlar. Burada artıq illüziya bitib, bu münasibət hara gedir sualı açıq şəkildə qarşıdadır. Boşanmanın qarşısını saxlayan və yaxud da gecikdirən əsas faktor maddi məsələ ola bilər. Ortaq mülk, uşaq xərcləri, iqtisadi asılılıq, yeni həyata başlama qorxusu ola bilər. Yeni qərar hiss olunaraq verilib, amma praktik tərəfdən çox çətinliklər var. Bu ən kritik kartda ünsiyyət problemi var deməkdir. Deyilən sözlər boğazda qalır, açıq danışıq yoxdur, həqiqi hisslər ifadə edilmir. Bu kart deyir ki, son qərar bir böyük danışıqdan sonra veriləcək. Ümumi nəticəyə baxsaq, bu anda enerji qaçılmaz boşanma demir. Açıq, dürüst danışıq olmazsa, ayrılıq ehtimalı burada daha yüksəkdir. Əgər maddi planlama qurulsa, açıq ünsiyyət olsa, münasibətə son bir şans ala bilər. Bu daha çox karmik dərs mərhələsi kimi görünür. Arada hələ də emosional bağlılıq var. Qadın enerjisi, xüsusilə qadın tərəf daha çox zədələnib. Bu kart deyir ki, münasibət sırf maddi və ünsiyyət problemi deyil. Burada həm də hisslər də qarışıqdır. Boşanma həddinə gəlmək hər zaman sevginin bitməsi demək deyil. Bəzən sadəcə danışılmayan hisslər münasibəti öldürür. Əgər boşanma qərarı olarsa, bu çox uzun çəkən, bir neçə dəfə fikir dəyişikliyi olan proses ola bilər. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.